Salam dostlar, Ayvazoğlu TV efirdədir. Sizinlə mən Şahəddin Elxan Mailoğlu. Necəsiz, nə var, nə yox? Bəli, əziz dostlar, bugün ayın 27-sidir. Biz yenə öz ampulamızda yeni canlı yayımıza başlayırıq. Bugün də yenə İlham Əliyevin Azərbaycanda törətdiyi cinayətlərdən, yəni dağıtdığı institutlardan, yəni perik saldığı əskərlərdən, zabitlərdən, qazilərdən, veteranlardan danışacağıq. O veteranlar ki, 44 günün içində bizim 20% torpaqlarımızı erməni düşmənlərindən azad etdilər. Onların necə hörmətdən salınması, necə təhqir olunması, hətta yeri gələndə onların üzünə deyilməsi ki, sənin ləyaqətin olsaydı erməniyə güllə atmazdı. Baxın dostlar, yəni görün İlham Əliyev və onun bandası ölkəni hara çatdırıb və bizim qazilərimizi, bizim müharibə veteranlarımızı, bizim hətta şəhid ata-analarımızı o qədər hörmətsiz edib ki, artıq yəni demək olar ki, yəni bizim Azərbaycanın, Azərbaycan xalqının ən müqəddəs saydığı yerləri İlham Əliyev məhv eləməkdədir bugün. Onlardan biri də bizim bugün iki dənə qazidən danışacağıq. O qazilər ki, təsəvvür edin, torpaq uğrunda gedən döyüşlərdə sağlamlığını itirib, buna görə də hara gedirlər, ağzından vurur, qaytarırlar ki, get, sən bizə lazım deyilsən. Ya bir də həmli qazilərdən yəni canları qutarsın. Yəni bu qazi bezmiş idi. Qazi adını deməkdən utanır. Qazi institutu Azərbaycanda məhv oldu. Kiməsə deyirsən ki, qaziyəm fikirləşirlər ki, bu dilənçidir. Başa düşürsən ki, elə baxırlar qazilərə. Amma halbuki biz 44 günlük müharibəyə başlayanda bütün xalq bizim ətrafımızda birləşmişdi, bir yumruq kimi. Gedib hamımız bir polisi də daxil bizdən bir yumruq idi. İndi amma bizim qazilərə tayzada gözdən salıblar, qazilərə nifrət oyanıb xalqda. Yəni gəlir də indi deyirlər, gənə gəldi, qazilər gəldi, maskimizi xarab eləyəcək yenə. Yəni budur vəziyyət. 14 il hərbidə xidmət eləmiş bir insanam. 14 il ömrümün demək olar ki, 3 dəvri gedib orduda. Mən indiki gündə heç bir şey eləmirəm. 2 dənə diplomum var mənim. Mən indiki gündə heç gedib 300 manatlıq işə də məni götürmürlər. Mənə deyirlər ki, qardaş, sən sülh dövründə də, müharibə dövründə də yararsızsan. Mən harda işləyim? Mən necə eləməliyəm? Necə? Baxın dostlar, yəni bu hamımız bilirik ki, bu nə bir döyünə, iki döyünə, üç, bunlar onlarladır, yüzlərlədir, hansı ki, həmən bizim bu deyək ki, 44 günlük İlham Əliyevin ad qoyduğu zəfərdən sonra bizim deyək ki, gənclərimiz bu günə qalıb. Təsəvvür edin. Dünən bir gəncin çıxışına baxıram. Deyib getmişəm, çağırıblar məni. Yəni iş görüşünə getmişəm. Oturmuşam, sual-cavabdan sonra deyirlər ki, sənin təcrübən azdır, sən bizə yaramırsan. Və mən baxıram onlara deyirəm. 44 günlük müharibə vaxtı, torpaqlarımızın azad olunan vaxtı mənim 18 yaşım tamam olmuşdu. Mən əlimdə avtomat ermənilərə qarşı döyüşürdüm. Onda heç kim məndən soruşmadı ki, heç kim mənə demədi ki, sənin təcrübən yoxdur. Get, qoy təcrübəlilər gəlsin, döyüşsünlər ermənilərə qarşı. Bu faktı, əziz qardaşlar, məsələ burasındadır ki, bu şərəfsiz İlham Əliyev həm də hətta bunu qanmır. Yəni o nöqteyi nəzərdən hətta bu dəfələrlə bunu səsləndirir. Baxın. Bizim Azərbaycanın deyək ki, ləyaqətli oğulları. Məsələn, adamlar var ki, bu saat deyək ki, dəfələrlə biz bilirik ki, voyankomatlarda hərbi deyək ki, şöbələrə müraciət elədilər o vaxtı. Allah ölənlərinizə rəhmət eləsin, mənim də bir dostum. Məsələn, o şəhid olmaq istəyir. Doğrudan da Allah rəhmət eləsin. Yəni, mən bunu bir dəfə demişəm. Deməli, bu voyankomata ərizə verdi döyüşmək üçün. Və bunu dedilər ki, get, lazım olsa çağırarıq. Bu da artıq, yəni deyək ki, o
90'dan üzü bəri o şeyləri görmüş, hərbi xidmət keçmiş, yəni silahı falanı tanıyan bir insan, pexotada xidmət göstərmiş bir adam və təsəvvür edin, bunu buraxmadılar döyüşməyə. Getdi Məkkədə öldü. Yəni getdi həcc ziyarətinə və orada da dünyasını dəyişdi. Yəni Allahın sevdiyi bəndəsi. Və bizim 18 yaşlı, bu saat deyək ki, mən şəhidlərlə bağlı, siz bilirsiniz, mən onluqlar eləyirəm. Yəni onları yada salmaq üçün, onları xatırlamaq üçün şəhidlər hər rayonlardan falandan. Orada ən çox qarşıma çıxan 18 yaş şəhid olanların ən çoxu 18-19 yaşında olan gənclərdir. Baxın, bu döyüşdə lazımdır, amma deyək ki, rahat həyatda, deyək ki, qrajdanski həyatda deyək ki, buna təcrübəsi yoxdur, onu işə götürmürlər. Budur bizim ən böyük faciəmiz. Budur ki, biz onların haqqını ödəyə bilmirik. Təsəvvür edin, veteranların pulu 80 manatdır. Müharibədə iştirak eləmiş hər bir veteran 80 manat. Və bu lap əvvəlindən 80 manat olub və bu boyda inflyasiyadan sonra da hələ dəyişməyib. Onların haqqını yeyirlər. Amma baxın, prezident mükafatı, prezident təqaüdü, inflyasiyaya uyğun olaraq qaldırırlar falan, yəni onların pulunu kəsmək olmaz. Amma baxın, Qazi 2 institut qutarmış bu adam, təsəvvür edin, əgər buna yazırlar ki, sən deyək ki, sağlam deyilsən, yəni yararlı deyilsən işə, deməli, bunun bir çıxış yolu olmalıdır. Yəni, bunun əgər adi həyatda və deyək ki, müharibədə əgər yararlı deyilsə, deməli, buna nəsə vermək lazımdır. Nəsə bunu sosial yardımla təmin eləmək lazımdır. Buna pensiya vermək lazımdır. Buna dərəcə vermək lazımdır ki, bu heç olmasa, deyək ki, iş tapa bilməyəndə, heç olmasa evində çörəyi olsun. Evində yeməyə nəyisi olsun. Axı, bu boyda şərəfsizlik, bu boyda ləyaqətsizlik olmaz. Qazilər bizə deyir, artıq hara gediriksə, bizə dilənçi kimi baxırlar. Bizə yararsız adamlar kimi baxırlar. Deyirlər, gənə gəldi. Təsəvvür edin, vətən torpağını, deyək ki, vətən torpağı uğruna canını vermiş bir adama dilənçi kimi baxmaq və ona demək ki, bu gənə gəldi, mazğımızı xarab edəcək. İlham Əliyev və Mehriban Əliyeva bu ölkənin deyək qazisini, veteranını nə günə salır?